Hamıya salamlar, hər vaxtınız xeyir. Bugün biz Sezar hazırlayırıq. Gördüyünüz kimi burada bizim kahımız var. Qoruq kahları, pomidorumuz var, 5 dənə pomidorumuz var, balaca pomidorlar, 5 dənə tökülüm içine. İndi biz nə edirik? Əziz izləyicilər və dostlar. Birinci bura kahlarımızı salırıq. Kahına heç vaxt bıçaq vurmur, kah acı olur. Dəmirlə bu birləşəndə nəsə burada bir şey alır. Tezbazar olsun deyə belə rahat-rahat əlimizlə bölürük. Sizə gözəl yaxından göstərim. Burada hazırlayıb qoyacaq boşqaba, əziz izləyicilərimiz. Bu qədər kahı olmalı da bəs olur, amma yenə də biz kahı tökək çalışın ki, kahı götürəndə kahını seçsin ki, kahı daha doğrusu yaşıl olsun. Kahının bir dənəsini, bu kahını saxlayaq bunun üstü üçün biz altdakini götürək, heç olmasa biraz şeydir, yəni nisbətən. Başını kəsək. 2 dənə də kahının xırt-xırt yerindən salırıq bunların içinə, göy yerlərini atmırıq. Yəni bilsin, bu qədər tökdüm bunun içinə. Sonra içinə pomidorlar tökürük. Pomidorlarımız da içinə, 5 dənə daha doğrusu. Biri hanı burada? Bir də burada gizlən. 5 dənə pomidorlarımızdır. Üstündən şey tökəcəyik, sos tökəcəyik, pendir tökəcəyik, ayrı məsələ. İçindən pendir tökürük. Əlcəyimiz yoxdur, əlcəyim yoxdur əslində. Əlim təmizdir, özüm edirəm, zakazı hazırlamıram. Zakazı eləyəndə ayrı. Pendirimizdir. Pendiri üstüne tökülür, narahat olmayın yəni. Çoxu deyəcək ki, birinci ki, pendiri belə tökdü, belə tökdü, amma belə olmalıdır yəni. Qalanların dekor üçün. Pendirimizi tökürük. Sonra suxarilərimiz var. Xrustin suxaridir. Belə yaxşı şişsin. Xrustin suxaridir istəyib, baxa bilərsiniz. Böyle bəsdir. Sosumuzu tökürük, sonra qarışdırırıq. Sizə sosumuzu. Bunu elə eləyəcəm ki, daha yaxşı kadr çıxsın.